Background color mövzusunu keçdiyim zaman demişdim ki, CSS-də bir property, yəni xüsusiyyət vardır ki, bu da birdən çox background xüsusiyyətlərini özündə cəmləyir. Bu xüsusiyyət CSS-də background ilə yazılır. Bizim style.css-də 8 dənə yazdığımız background xüsusiyyətləri vardır. Mən bunları yoruma alıram və gəlirəm burada sadəcə background xüsusiyyətindən istifadə edirəm. Və indi bizdə hal-hazırda birincisi background color, yəni rəngi gəlir. Arxa plan rəngini mən blue verirəm və vergülsüz bir boşluq qoyaraq ondan sonra arxa plan şəklinə əlavə edirəm. URL yazıram və image/image1.jpg faylıma əlavə edirəm. Daha sonra boşluq qoyuram. Background position ilə background size xüsusiyyətini slash qoyaraq, yəni aralarına slash qoyaraq yazmaq olur. Gəlirəm burada center slash cover verirəm. Bu şəkildə. Və hal-hazırda HTML şəklim istədiyimiz formatda gəlmiş oldu. Və daha sonra bu hal-hazırda təkrarlanır. Gəlib burada no repeat yazıram. Və bunu bərkitmək istəyirəm. Yəni index.html səhifəmdə bunu bərkitmək istəyirəm. Background attachment-ı gəlirəm burada fix deyə yazıram. Və daha sonra background clip və background origin də gəlirəm burada border box yazıram və boşluq qoyub yenə border box yazıram. Və belə deyək, bunu yoruma alım. İlk öncə bunu göstərək. Baxın, hərəkət etdiyim zaman paragraf yazım bu şəkildə gözəl bir görünüşdə gəlmiş olur və HTML şəkli bərkidilmiş formada gəldiyinə görə, yəni background attachment fixed olduğuna görə də paragraf yazım bunun üzərinə bu şəkildə, bu gözəl görünüşdə hərəkət etmiş olur. İndi mən gəlib bunları yoruma alıram və background xüsusiyyətini yorumdan çıxardıram. Və mouse'la aşağı düşdüyüm zaman yenə eyni bir görünüşü almış olacam. Və bunların fərqi yoxdur. Yerlərinin fərqi yoxdur. Misal üçün gəlib mən URL-i ən sonda yaza bilərəm. Yenə eyni görünüşdə gəlmiş olacaqdır və yaxud da ki center'la cover'ı gəlib burada fixdən sonra yazıram və yenə eyni görünüşü almış olacaq. Bu dərsimizdən də bu qədər. Gələn növbət dərsimizdə görüşənə qədər hələlik.